Salam əziz izləyicilərimiz. Bugün balqabaqdan şirniyyat hazırlayacağıq. Şirniyyat dərkən, yəni ki, onu doğrayıb, dilimləyib duxovkaya qoyacağam. Çox gözəl, sevilən bir şirniyyatdır balqabaq. Mən özüm də bunu sevirəm. Yəni ki, izləyə bilərsiniz. Çox gözəl olur. Çıxarandan sonra üzərinə nar səpib yemək üçün çəkirəm. Nəvələrim də sevir. Əsr qışda vitaminli bir yiyəcəkdir. Bunları gözəlcə içinin tumunu təmizləyəcəyəm. Bizim ailəmizdə sevilir bu. Bilmirəm daha indi hərənin öz zövqü var. Bunu yeməyən insanlar da var. Amma çox xeyirli bir şeydir. Börəklərə, qaraciyərə çox xeyirlidir əziz izləyicilərimiz. Axırda çəkərsə qurtarın. Bir başladım. Axla hələ ki boşma. Balqabağı soyub dilimlədim və indi hissələrə bölürəm. Və bunları duxovkanın tavasına düzəcəyəm. Bu şəkildə hamısını düzəcəyik. Qalanını da doğrayıb sonra sizə göstərəcəm. Bu formada doğrayıb əziz izləyicilərimiz. Bunları tavaya yığırıq, listin içine yığırıq bu formada. Bunu duxovkaya salırıq. Yəni bunun üzərinə qoz da qoymaq olar, nar da səpmək olar.